Salam, bugünkü mövzumuz yeni əlavə olunan mövzulardan keçid anlayışı olacaq. Keçid deyəndə mən nə başa düşürəm? Uşağın bir fəaliyyətdən digər fəaliyyətə keçməsi. Məsələn, oyundan məşğələyə, məşğələdən yeməyə, yeməkdən gəzintiyə və yaxud yuxuya keçid edilməsi. Və məktəbəqədər yaşlı uşaqlar üçün keçidlər çox vacibdir. Çünki biz bilirik ki, onlar bir fəaliyyətə tam diqqətini tam yönəldir və uşaq oyuna dərin şəkildə qoşulanda birdən-birə fəaliyyəti dayandırmaq təbii ki, uşaq üçün çətin olacaq və biz ona görə də keçidləri əvvəlcədən planlaşdırmalıyıq və yumşaq şəkildə təşkil etməliyik. Məsələn, uşaqların daxili ritminin qorunması. Hər uşağın bilirik ki, öz fəaliyyət tempi var, daxili ritmi var. Məsələn, uşaq kubiklərlə ev tikir. O oyuna həvəslə davam edir. Müəllim birdən deyir, oyunu yığışdırın, məşğələ başlayır. Təbii ki, bu zaman uşaq narahat olacaq, etiraz edəcək, əsəbləşəcək, diqqətini yeni fəaliyyətə tam bir şəkildə hələ yönəldə bilməz. Ona görə keçidlər uşağın bir işi tamamlayıb digərinə keçməsi üçün körpü rolunu oynayır. Keçidlərin düzgün təşkili var ki, oyunu tamamlama məmnuniyyət yaratmaq lazımdır. Yəni uşaq başladığı işi yarımçıq qoymamalıdır. Məsələn, deyirəm ki, Məryəm, 5 dəqiqədən sonra oyunu bitirəcəyik. Evini tamamlaya bilərsən? Təbii ki, belə olduqda uşaq oyunu tamamlamağa çalışacaq. Və yaxud özünü tənzimləmə bacarıqlarının formalaşması. Uşaq tədricən öyrənir ki, fəaliyyətlərin başlanğıcda olduğu kimi sonu da var. Qaydalara uyğun şəkildə mən keçməliyəm. Qrupun idarəsi var. Yəni keçid əgər planlı olsa, uşaqlar daha sakit olar, müəllim vaxtı daha səmərəli idarə edər və qrupda nizam-intizam artar. Bəs yaxşı, biz keçidləri planlaşdırmasaq o zaman nə ola bilər? Əgər müəllim xəbərdarlıq etmədən fəaliyyəti dəyişsə, uşaq ağlaya bilər, uşaq etiraz edər, oyuncaqları yığışdırmaq istəməyə bilər və yaxud diqqət dağınıqlığı yarana bilər. Ona görə biz günün planında keçidləri nəzərə almalıyıq. Və keçidlərin təşkili üsulları var ki, məsələn, vizual siqnallar. Uşaqlara gözlə görünən xəbərdarlıqlardır bu. Şəkil kartları, rəngli işarələrdir, fəaliyyət cədvəlləri və yaxud da saat şəkli. Məsələn, deyirəm ki, oyunun bitməsinə 5 dəqiqə qalmış məşğələ şəklini göstərəcəm. Uşaq anlayacaq ki, artıq növbəti fəaliyyətimiz yaxınlaşır. Səsli siqnallar uşaqlara keçidi bildirmək üçün istifadə olunur. Əl çalma, mahnı, zəng, musiqi. Müəllim 2 dəfə əl çalır. Artıq uşaqlar 5 dəqiqədən sonra oyunumuz bitəcək. Sonra 2 dəqiqə qalmış yenidən siqnal verir. Beləliklə uşaqlar qəfil deyil, tədricən hazırlaşır. Sonra xəbərdarlıq üsulları var. Yəni keçidin ən təsirlisidir. Məsələn, 5 dəqiqə əvvəl xəbərdarlıq edirəm. 2 dəqiqə əvvəl yenidən xəbərdarlıq edirəm, sonra fəaliyyətimi dəyişirəm. Daha sonra nəfəs texnikası ilə keçid var. Bəzən uşaqlar bilirik ki, oyundan sonra sakitləşməkdə biraz çətinlik çəkir. Bu zaman nəfəs məşqləri təbii ki, kömək edir. Məsələn, birinci addım nədir? Müəllim deyir, nəfəs alaq. Uşaqlar da deyir, 1, 2, 3, 4. Nəfəs alır. İkinci addım, nəfəsi yavaş-yavaş burax. Yenə 1, 2, 3, 4, 5 sayaraq nəfəsi verirlər. Üçüncü addım artıq prosesi 2-3 dəfə təkrarlayırlar. Dördüncü addımda müəllim donduq deyir, uşaqlar bir neçə saniyə hərəkətsiz qalır. Beşinci addımda müəllim deyir, donumuz açıldı. Uşaqlar artıq yeni fəaliyyətə başlamış olur. Təbii ki, bu fəaliyyətlər uşağı sakitləşdirəcək, diqqəti cəmləyəcək, emosional gərginliyi azaltmış olur. Yumşaq və vədverici keçid var ki, yəni danışıq tərzidir. Tez olun, oyunu dayandırın. Bu təbii ki, yanlış bir düşüncə, yanlış bir danışıqdır. Ancaq deyirəm ki, uşaqlar, indi oyunumuzu tamamlayırıq, birazdan maraqlı quş səslərinə qulaq asacağıq. Və yaxud indi oyuncaqları yığışdıraq, çünki sonra birlikdə maraqlı təcrübəmiz var. Təbii ki, bu uşaqda bir maraq yaratmış olacaq. Təbii ki, keçid anlayışında keçidləri biz dedik ki, əvvəlcədən planlaşdırmalıyıq, uşaqlara xəbərdarlıq etməliyik, uşaqlara işi tamamlamaq üçün vaxt verməliyik, nəfəs məşqlərindən istifadə etməliyik. Bu da yeni dərslərimizdən biridir və çox sadədir. Sadəcə bu inteqrasiya tipində düşə bilər, ona aid də testlər hazırlamışam. İşləsəniz kifayət edir.